Biz o zoblara zəhərli zob deyirik ki, qanda TSH-ın miqdarı aşağı düşürsə əgər, TSH məsələn düşür 0,001-ə və bu zaman anti-TC və anti-tüpo miqdarları qalxırsa, biz buna deyirik zəhərli zob. Amma bəzən insanlar elə bütün zoblara deyir ki, məndə zəhərli zob. TSH əgər düşübsə, anti-TC və anti-tüpo qalxıbsa və sizdə ürək döyünmə, ürək çırpınma, boğulma, gözlərdə bərəlmə və bir də vadalaska geyinmə bilməmə hissi varsa, deməli bu zəhərli zobdur. Bu zaman biz nə edirik? Alırıq 800 qram yoğurt otu, qatıq otu da deyirlər buna. Gündə 3 dəfə bir xörək qaşığı, bir stəkan suda dəmləyib içirik. Bu bir. İkincisi alırıq deməli 300 qram ot hindi, 300 qram balqabaq tumunun tozunu, 300 qram da xurma poleni. Poleni ya xurma tozluqlarıdır bunlar belə. Xurma poleninin tozunu. Bunları bir-birinə qarışdırırıq. Gündə 3 dəfə bundan bir çay qaşığı ağza atıb üstdən bir stəkan su içirik. Əgər bu sual verən xanımdırsa, 6 qutuda Vitexon alırıq. Bundan gündə 3 dəfə yenə də yeməkdən əvvəl 2 kapsul içirik. Vitexon ərküdənin ekstraktından hazırlanmış kapsuldur. Və bir də quru meyvə satan yerlərdə Braziliya qozu var. Bundan bir 2 kilo alırıq. Hər gün 5-6 ədəd Braziliya qozundan da yeyirik. Bu müalicələrimizi etməklə biz zəhərli zobun verdiyi bütün ağırlaşmaları aradan qaldırırıq və xəstəliyin də bütün əlamətləri bir müddətdən sonra tamamilə keçib gedir.